Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli izleyicilerimiz, bir tane temiz havaya bak, dağ mənzərəsində arabalar. Deməli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baxın, icra hakimiyyəti göstərir. Dağlarımızı göstər qardaş. Hər şey qəşəng, balkonu zatlı olan mənzilimiz satışa çıxarmışıq. Super, qiymət də super polni əşyalı, bilgi qaşığa qədər qalacaq inşallah qardaş. Getdik, fırına qəşəng qədər gördün. Bismillah, bağlayaq. Kondisioner qalacaq. Bura bir dənə salon, göstər qardaş. Tavanı göstər, tavan yanı qazanı göstər, tavan yanı havasını göstər. Bax, televizor üçün pastavka, bura qəşəng dizayn olunub, bura güllər, çiçəklər, zatlar, oğul uşağınızın şəkilləri, yəni baba zat hər şey qoyursunuz. Baxın qəşəng. Birinci başlayan dəhlizdən inşallah, sonra keçən yataq otağına, yatmayan otağa. Gəl qardaş. Deməli, burada bir dənə dəhlizli qardaş göstər, qapıdan girdin. Ay sağ ol. Wi-Fi mənim bir səsləri var. Wow, lantın alvarına bax. Örümcəyə oxşuyur. Deməli, burada dəhliz, bax qardaş. Bura sanitar qovşağı və sanız eli, gördünüz. Buranı aldınız, istədiyiniz kimi kiraya verə bilərsiniz inşallah. Gəl. Bura mətbəxlidir. İsti suyu, soyaq suyu, qaz suyu, işıq, internet, hər bir şey var. Bax, mətbəx mebelində kimi. Burada mənzərədə yağış yanına baxıb, şimdi lövgə doğrayıb, lövgə kəş pişirə bilirsiniz Allahın iznindən. Göstərini tarafı pişir. Qəşəng, 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 qəşəng. Super. Deməli, burada da yataq otağı, bax yenə deyirəm, divan, stol. Bu mebellər hər bir şey qalacaq. Göstər biraz. Havanızı, dekorasiyanı göstər. Ay sağ ol. Super. Mümkün elə qardaş, havanı fırına göstər tavanı. Göstərirəm qardaş tavanı. Ay sağ ol. Pünusda bir dənə burada bir dənə otaq var qalacaq. Uşaq otağı eləyə bilərsiniz, uşaq üçün yataq otağı eləyə bilərsiniz, nə deyim mən? Uşaqlar üçün yataq otağı eləyə bilərsiniz. Bax, burada da bir dənə qəşəng mənzərə var. Baxın. Qəşəng bir dənə mənzərəsi var. Düşünün az qalırdan aşağı. Deməli, yəni o kişi burada götür, gəl qiymətə geçirəm, gəl. Yığdırmayın deməyəcəm qiymətini, yığdırırsınız, bax. Bir dənə bəyənin zəhmət olmasa, bəyən, ay sağ ol, gəl. Deməli. Evin açarı da bizdədir. Buranın qiyməti 64 minə təklif olunur. Çox cüzi, yalandan endirim olacaq. Belə demək istəyirəm. Kimsə deyər ki, mən göstərim ünvanı hər tərəfli, haradır, necədir, binadır, hansı binadır. Bəzilər olacaq, telefon gedəcək, maqdel lazım deyil. Özüm bir tapacam, tapıb elim danışım, mümkündür. Fəzələ mən öz evimi satıram, bax, açarlar məndədir. Zəng edirsiniz, 7-24 saat sizin qolluğunuzdayıq. Deməli, evdə barter var. Şəhərin mərkəzində, prospektlər məsəl üçün, obyektlə və ya balaca xudmani spişə korobkası boyda həyət evi olsa, həyət evindən barter var. Heç kim avtomobil göndərməsin. Avtomobillə barter yoxdur. Yenə də 64 bin manat, Allah malzəmin üçünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu.